İdarə etmənin əsasları başladı. Salam, hər vaxtınız xeyir olsun. Mikrofon qarşısında bugün də mənəm Nərmin Aşurzadə və biz bugün franchisinglə necə biznes qurmaq olar və bu istiqamət, bu sahə ölkəmizdə nə qədər aktualdır, bu mövzuda danışacağıq. Həmsöhbətim isə franchising məsələləri üzrə mütəxəssis Elnur İslamov olacaq. Mövzuyla bağlı sizin də ona suallarınız yaranarsa bizimlə əlaqə saxlaya bilərsiniz. Telefon nömrəmiz 012 404 11 22-dir. Həmçinin WhatsApp nömrəmiz də açıq olacaq. WhatsApp nömrəmiz 070 412 90 94. Davam edirik. Elnur bəy, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük Nərmin xanım. Təşəkkürlər. Dinləyiciləri də salamlayıram. Çox sağ olun ki, vaxt edib gəldiniz və istəyirəm dərhal onu soruşum ki, nədir franchising? Mən düşünürəm ki, bizim dinləyicilərin əksəriyyəti onsuz da bilir, amma hər halda ola bilər ki, kimsə eşitməyib. Bir daha izah edəsiniz. Gəlin əsas tərifi keçmədən öncə bu sahibkarlıqla olan bir məsələni biraz daha izah eləmiş olaq. Franchising dayanıqlı biznesin inkişafı ilə yanaşı milli markalaşmanın yerli və xarici qlobal bazarlarda biznes inkişafıdır. Qısa olaraq, yəni bu mənim bir prizmamdan olan bir tərifidir. Yəni dayanıqlı biznes deyəndə hal-hazırda hamının, bütün sahibkarların maraqlı olduğu, aktual olduğu bir məsələdir ki, yəni bu sistemi biz necə rəqabətdə qabağa gedə bilərik, necə müştəri yönümlü ola bilərik, sonsuz ideyalar hovuzundan hansı həllər tapa bilərik. Bir növ sahibkarı bu rəqabətdə daha intellektual yanaşmağa məcbur eləyən bir məsələdir, məfhumdur deyə ümumi mənada baxsaq və milli markalaşmada da dünyada gördüyümüz təcrübədəndir ki, 4 trilyonluq bir bazarda təəssüf ki, bizim markaların olmadığı, az olduğu, cüzi bir olduğu bir bazardır. Biz orada yoxuq. Müxtəlif təriflər verilib, amma ən sahibkar gözü ilə baxsaq, yəni ən uyğunu Beynəlxalq Franchising Assosiasiyası, Amerikada mərkəzi yerləşən bir assosiasiyadır. Onun tərifi var. Onun tərifində sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırma yolu ilə biznesin genişlənməsi, mallar və xidmətlərin realizasiyasının ən sadə, rahat yoludur. Qısaca belə bir tərif var. Amma bu ən sadə və rahat izah olmadı da. Gəlin Loru dildə desək, başqa bir məşhur brendi sən gedib bir nümayəndəliyini alırsan və öz ölkəndə onun fəaliyyəti ilə məşğul olursan. Düz başa düşürəm. Bəli. Yəni burada biraz çətinlik çəkdirən bəlkə lisenziyadır. Lisenziyadır nədir? Gəlin belə baxaq da. Yəni McDonald's əziyyət çəkib bir sistem qurub. Yəni o burgerlərin ən sürətli şəkildə necə müştərilərinə qısa bir zamanda verilməsini, hətta o boş kassa qışqırmağın belə, o baxırmanın belə standartını qoyubsa, bu artıq demək bir əziyyətdir. Bu əziyyət müqabilində lisenziya verir ki, mən bu adımı istifadə edə bilərsən. Və bu baxmayaraq ki, bəlkə də indi çoxumuz fast foodlara qarşıyıq və s. amma dünyanın bir nömrəli sistemli franchisingi quran McDonald's-dır. Hal-hazırda 40 mindən çox restoranı var. Və sadəcə royaltilərindən, yəni aylıq dövriyyədən, franchizilərin dövriyəsindən qazandığı məbləğ, o 4%lar illik 1.4 milyard pul eləyir. Yəni Amerika iqtisadiyyatına gələn puldur bu. Nə maraqlıdır. Niyə franchisinglə biznes qurmaq deyəndə ilkin olaraq ağla ilə fast foodlar gəlir? Çünki əksər rahat işlənə bilən, sistemli yanaşa bilən, yəni və kütləvi belə deyək, qida, restoran xidməti verən, rahat tətbiq oluna bilən bir sahə olduğuna görə restoranlar, fast foodlar orada uğurlu qazanırlar. Amma burada biz sadəcə restoranlarla kifayətlənməməliyik. Çünki burada əslində günümüz innovativ texnologiyalarda da xüsusən ən sadə bildiyimiz 1S mühasibatlıq proqramı belə franşizaydan gedirlər. Yəni burada hətta mən sizə bir tamamilə qeyri-adi bir yanaşma deyim. Yəni özümüzün şəxsən hal-hazırda rəhbəri olduğum Yaşıl Azərbaycan, Yaşıl Dünya bir layihəmiz yaşıllaşma ilə bağlı bir hərəkatdır. Yəni oradakı əsas belə deyək də mahiyyəti biznes sektorun vergi tanıtım yolu ilə təşviqdir. Və mən bu modeli bütün dünyaya təşviq etmək, daha doğrusu modelləyib təbliğ eləyə bilirəm və model şəklində qura bilirik sistemi. Hal-hazırda danışıqlarımız gedir. Məsələn, bir nümunə çəksəz daha aydın olar ki. Gəlin belə deyək də, bir model şəklində düşünün.
sırf bizim deyək ki, bu greening.global deyə bir saytımız var. Bu sayta müştərisi dövlət olan bir hər hansı bir dövlət düşünün. Biz onları yəni belə deyək də, bu məhsulun müştərisi dövlətdir. Hansı ki, dövlət heç bir büdcə xərcləmədən biznes sektorun bu işə cəlb olunmasını təbliğ edir. Düşünün ki, o qədər belə PPP modeli deyirlər, dövlət özəl tərəfdaşlıq modelidir bu və istədim bunun bizim məqsədimiz dünyanın ilk 5-inə girməkdir və bunu hal-hazırda da yaxşı bir xəbər də istədiyim yeri gəlmişkən Ernst Young, yəni dünyanın ən böyük məsləhət şirkətlərindən bizim ilin sahibkarı müsabiqəsinə hüquq qazandırmışıq. Bu il iştirak eləyəcəyik bu il. Yəni və dünyaya tanıtmaq üçün də bizə dəstək olacaqlar onlar. Nə gözəl. Təbrik edirəm sizi bir daha Çox bu uğur münasibətilə və biz bugün franchisinglə necə biznes qurmaq olar bu haqqda danışırıq. Sizin də mövzuyla bağlı suallarınız olsa, ola bilər ki, təcrübəniz olub, daha yaxşı yolunu bilirsiniz, bizimlə paylaşsanız çox yaxşı olar. Telefon nömrəmiz 012 404 11 22-dir və WhatsApp nömrəmiz də var. WhatsApp nömrəmiz 070 412 90 94. Elnur müəllim, franchisinglə biznes qurmaq bizim ölkədə nə qədər aktualdır? İndi dəqiq statistika soruşmayacağam, bilmirəm bunun qeydiyyatı aparılıb ya yox, amma sizin ümumi bir müşahidələrinizə görə. Yəni müşahidələrimdə təəssüf ki, Azərbaycanda franchisingin imkanına hələ də ki maariflənmə yetərincə olmadığına görə lazım olduğu yerdə deyilik, təəssüf ki. Mən 2012-dən aktiv olaraq bu sahədə kitab çıxartdıq, müxtəlif məqalələr, silsilə məqalələrim çıxır, TV proqramlarımla da olsa bu dövlət səviyyəsində dəstək olunduğu təqdirdə bu daha geniş vüsət alacaq və hal-hazırda da biz KOBİ-dən Kiçik Orta Biznesin İnkişafı Agentliyindən bu proqrama franchising dəstək proqramına başlamışıq. İnanıram ki, bu geniş maarifləndirmə boşluğunu aradan qaldıracaq və sahibkarlarımızın buna böyük marağı olacaq. Yəni sizcə bu dövrə qədər niyə belə bir maraq yox idi və hansı maneələr varmı ki, çünki kimsə biznes qurmaq istəyirsə daha çox özü sahibkar kimi nəsə bir işə başlayır, amma gedib nümayəndəlik açmaq filan. Mən buna belə cavab vermək istəyərdim. Biznes ümumiyyətlə komanda işidir. Yəni bir komandanın alt sistemləri var. Alt sistemləri nədən ibarət olur? Deyək ki, müştəri xidmətlərindən, istehsalından, insan resurslarından, yəni bir komanda düzgün şəkildə alınmayıbsa işə, düzgün şəkildə vakansiya elan olunmayıbsa, bu deməkdir ki, o komanda tam təkmil deyil. Bu bizneslərin də təəssüf ki, Azərbaycanda tərəfdaşlıq kifayət qədər alışıq bir vəziyyətdə deyil və insanlar o kommersiya sirrini verməyə biraz da maraqlı da deyirlər açığı. Yəni narahatdırlar ki, bu hansısa formada başqa niyyətlərlə istifadə olunar. Halbuki bizim qanunumuz Mülki Məcəllənin 723, 731-ci maddələrində bu tənzimlənir və sərbəst şəkildə müəyyən, belə deyək, kommersiya sirri tərəfləri də, hətta orada müəyyən məhdudiyyətlər də ola bilər ki, misal üçün niyyəti deyək ki, düzgün olmayan bir franchise investor sabah bu ideyaları oğurlayıb başqa yerdə özü açmaq istəsə belə, onun da müəyyən məhdudiyyətlər, müqavilələrlə tənzimləmək olur. Bəlkə bu narahatçılıq ola bilər və ya maliyyə məlumatlarının çox da paylaşmaq istəməməsi də səbəb ola bilər. Çünki burada ən əsas məqam franchisini, investoru bir müştəri kimi görmək və ona maliyyə modelini tam şəffaflıqla göstərməkdir. Nəyə görə? Çünki adam bilməlidir nə vaxt nə qoyur, nə vaxt pulu çıxaracaq, hansı əlavə ödənişlər olacaq. Yəni bu riski sevənlər böyük pul qazanacaq. Necə ki, maliyyə menecmentin təməl qanunudur. Riski sevməyən pul qazanmayacaq. Maraqlıdır. Siz danışdıqca belə başa düşürəm ki, bizdə bu istiqamətdə biznes qurmaq həm də ona görə yayılmayıb ki, biz bir-birimizə güvənə bilmirik deyə. Müəyyən mənada o da var, amma artıq insanlarımız dünyaya çox getdikcə, gəldikcə və dünyayı qlobal bazarları izlədikcə və bu trendi Azərbaycanda belə deyək ki, xarici şirkətlərin uğur qazanmasını gördükcə, demək burada nəsə var
ki biz burada eyni bazar, eyni insanlar, eyni komandalar, eyni bazar şəraiti, trendi, konjunkturasında biz niyə iş görə bilmirik? Dəfələrcə müraciət olunurlar. Hətta sadə bu dəqiqə indi mən ən azından dinləyicilərimiz arasında restoranlar varsa, Azərbaycan milli restoranlarının ən böyük problemi kadr çatışmamazlığı. Onları biz motivə eləyə bilmirik. Necə? Yəni onlar həvəssiz işləyirlər. Baxın, bu dəqiqə ən ağrıyan məsələdir bu sahibkarların ki, mən onları motivasiya eləyə bilmirəm. Onlar həvəssiz yanaşırlar. Elə bil müvəqqəti gəlib gedirlər. Yəni hansısa bir Burada günah kimdədir? Sistemsizlikdə. Peki sahibkarda? Yəni sahibkar əgər sistemi qurmayıbsa təbii ki ondadır. Yəni bir insan faktoru uğur və uğursuzluğa 20% statistika göstərir ki, təsir eləmə şansı var. Geri qalan 80% sistem düzgün motivasiya sistemi ilə, düzgün sadə bir o bəxşişlərin düzgün şəkildə paylaşılma, ədalətli şəkildə. Məsələn, bizdə ən problem yaxşı işləyən ofisiant, deyək ki, alır o həvəsinə görə, deyək ki, performansı 10 dərəcədədir. Performansı 2 dərəcəsində olan da o ortaq hovuzdan axırda pul alırsa, bunun performansı düşür aşağı. Ay sağ ol. Sahibkarlar düşünür ki, burada ədalətsizlik etmiş olacaqlar. Yəni bir işçiyə daha çox dəyər verəcəm, digərinə daha az. Amma nəticə etibarilə bu daha çox işləyən işçini, daha həvəsli olanı da həvəsdən salır ki. Və buna görə sistem deyirik buna. Yəni düzgün şəkildə aparılması, düzgün ədalət. Çünki ən böyük, xüsusən də restoran biznesində insan təması yüksək bir xidmət sektorudur. Məsəl üçün IT-də insan o qədər də önəmli deyil, texnoloji önəmlidir. İnsana heç görmürsən və ya da call centerlərdə. İnsanın səsi orada önəmlidir, yəni görünüşü o qədər də önəmli deyil. Amma burada həm görünüş, həm belə deyək, qayğıkeşlik, qonağa düzgün xidmət, qonaqdan düzgün ünsiyyət, onlar çox önəmlidir deyə ön planda çıxır. Yəni ona görə bizim motivasiyalı olmayan ofisiant müştərinin də motivasiyasızlığına səbəb ola bilər. Ümumiyyətlə doğrudan ofisianta necə motivasiya yaratmaq olar? Yəni o bu peşəyə bir tramplin kimi baxır da, ya tələbədir deyə gəlir işləyir və ya daha yaxşı bir iş tapana kimi gəlir bu işlə məşğul olur. Bu haqqda danışacağıq, amma qısa reklam fasiləsindən sonra. Və dinləyicilərimizin də mövzu ilə bağlı fikirləri olsa, sualları olsa, franchisingdə biznes qurmaq haqqında nəsə demək istəyirsinizsə bizimlə əlaqə saxlaya bilərsiniz. Telefon nömrəmiz 012 404 1122-dir. WhatsApp nömrəmiz 070 412 90 94. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. Tək deyiləm, həm söhbətin franchising məsələləri üzrə mütəxəssis Elnur İslamov da onunla birlikdə franchising üsulu ilə necə biznes qurmaq olar bu haqqda danışırıq və suallarınız olsa zəng eləyin. Telefon nömrəmiz 012 404 1122-dir. İndi soruşmaq istəyirəm ki, əgər bir insan, bir sahibkar başqa bir ölkənin brendini, nümayəndəliyini almaq istəyirsə və ölkədə bu belə istiqamətdə fəaliyyət göstərmək istəyirsə, o nədən və necə başlamalıdır? Öncəliklə franchisingi, franşizasını vermək istəyən bir şirkət, onun gözündə, onun məqsədində bir profil var. Mənim müştərim kim ola bilər? Bu da siz də razılaşarsınız ki, yəni bir önəmli bir məsələdir. Çünki ona brendinə etibar eləyir. Yəni heç bir brend sahibi hansısa bir qeyri-peşəkarsızlığa görə bağlanan bir brendin sahibi olmaq istəməz. O tədbirləri görər. Və ona görə bir ən azından düzgün adam, keçmişdəki hansısa bir dələduz və sair bacarıqsızlığına görə, yəni burada kompetensiyalardan söhbət gedir. Yəni ona doğrudan da səlahiyyəti ola, bu biznesə əmanət edə biləcəyimiz bir adam olmalıdır öncəliklə. Məsələn, Amerikadan tutaq ki, hansısa brendi alırsa, onlar necə tapacaqlar ki, bu insanın Azərbaycanda reputasiyası necədir? İnternet, hətta Rusiyada belə hər bir vöyünü olanla reputasiyasına baxmaq olur. Yəni bu arada Rusiyada bu rəy yazmaq mədəniyyəti həqiqətən o qədər inkişaf eləyib ki, onların hansı bir motivasiya yolu var, bəlkə də ona görə orada ona güvənmək olur və dövlət baxımından da bir vahid portal var ki, yoxlamaq olur. Amerikada da var bu. Amerikada gəlirlərə qədər, hətta Facebookda, sosial medialarda belə onu yoxlama şansımız var. Yəni hardan başlayır? Bu şirkət özündə bir profil var ki, kimlər ola bilər. Ona uyğundursa, birinci filtrasiyasını keçir. Və bunun xüsusi marketplace-lər deyə bir investorların girib çıxdığı bir saytlar var.
Yəni dünyada bu franchisingin hansı ki biz də inşallah ki Kobe-dən bu işə başlamaq istəyirik. Yəni 20 dənə brendimizi indi bu haqqda ilərləyən dəqiqələrdə danışaram. Əsasən sahibkar özünə maraqlı olduğu bir sahəni seçməlidir. Əlaqəsiz bir sahə olmamalıdır. Özü bilməlidir ki, nə axtarır, nə edir. Çox böyük bir professorluq ondan gözlənilmir. Çünki hər bir brendin öz müəyyən bir təlimatnamələri var. Onlarla onun təlimlərini də keçəcək. Ancaq müəyyən bir təlimlərindən sonra hətta bəzi brendlər var ki, məsəl üçün onu birbaşa öz ölkəsindəki mətbəğinə aparır, 2 həftə təlimə tabe tutur. Yəni bunlar da var. Yəni onlardan sonra yavaş-yavaş addım-addım keçirlər. Yəni o böyük brendlərdə söhbət gedir. Amma sadə bir brendlər desək, xırda bir fast foodlarda, yəni hansı ki çox da böyük bir məsuliyyət olmadan, yəni irəliləyə bilərlərsə, onlar təlimlərini keçirlər, başladılar. Yəni müəyyən bir marağı nədir deyə bilərsiniz ki, yəni niyə öz brendini qurmayıb da ona müraciət edə bilər? Yəni mən dərhal deyim ki, yəni sadə bir həmişə nümunə gətirdiyim bir misaldır. Düşünün ki, siz hansısa bir dostunuzdan, rəfiqənizdən bir ideyanı almısınız və ya hansısa uğurlu bir işini deyirsiniz ki, bu sektorda istəyirsiniz bir fəaliyyət göstərmək. Siz hansısa bir investorun, yəni sizə pul lazımdır, müəyyən kapital lazımdır. Misal üçün, deyək ki, öz kapitalınıza da bir o qədər də lazımdır. Gəlirsiniz investorun yanına və ya ən pis ehtimal bankın yanına yaxınlaşırsınız. Siz desəz ki, mənim rəfiqəm belə bir biznesdadır, mən də onu istəyirəm qurum, maraqlıdır, lap biznes plan da qoysaz. İnvestorun və ya bankın cavabı nə olar sizcə? Yəni olar ki, ən azından sizin bu sahədə təcrübəniz varmı? Düzdürmü? Yəni keçmişdə bu işdə hansısa bir formada əlaqəniz olubmu? Əlaqəniz olmayıbsa sizə necə baxacaqlar? Startup deyib yola salacaqlar. Mədəni belə yolda, mədəni şəkildə. İnvestorda çünki bu riskdir. Ən azından siz öz pulunuzu da batırsınız, mənim də pulumu batırma ehtimalı yüksəkdir deyə sizə ciddi baxılmayacaq. Amma hardansa başlamaq lazımdır. Bu təcrübə necə? Yox, bu iş gedir sizin şəxsi biznes qurmaq istəsəniz. Yenə siz mənə desəz ki, mən X brendin, tanınmış brendin franchisesini olmaq istəyirəm. Yenə mən eyni bankam, eyni investoram. Mən sizə artıq bir potensial sahibkar kimi baxacağam. Mən sizin keçmişinizi sorğulamayacağam. Yəni eləmisiniz, təcrübəniz var və s. mənim üçün maraqlı deyil. Çünki burada bir növ himayədarlıq, sahibkarlığı ortaya çıxır. Və həmən o brend sizi seçərkən siz onda mənə təqdim eləsəz ki, bax mən artıq müəyyən intervyuları keçmişəm, müəyyən hazırlığım bu şəkildə var və bu da rekomendasiya deyək ki, tövsiyə məktubum da burdadır. Dediyi zaman mən sizə artıq ciddi baxacağam. Startup kimi baxmayacağam. Çünki həmən brend artıq dünyada tanınmış bir brenddir. Və mən bilirəm ki, o sizə sistemi də öyrənəcək, CRM-i də öyrədəcək. Bütün o biznes avtomatlaşdırmanı, uçotu və s. hər şey insanın necə almasından. Yəni bir növ sizə əlifba kimi hər şeyi öyrədəcək şəkildə, yetər ki, siz çalışqan tələbə olun. Və burada çox önəmlidir. Yəni eyni kitabdan oxuyurlar, 5 alanda var, 2 də alanda var. Yəni siz 5 alandan əminliyinizi göstərmiş olsanız, bank da, investor da sizə ciddi şəkildə baxacaq. Və nəticədə o brend sahibi istəməz ki, o ən azından mən düşünəcəm ki, brend sabah bata bilər, bağlana bilər. Və eyni zamanda da mali cəhətdən də siz tək başına CRM-i qursaz, burada deyək ki 2000-3000-dən söhbət gedəcək. Ən az CRM tərzi və biznes avtomatlaşdırma, ERP sistemlər bəlkə heç qura bilməzsiniz maddi cəhətdən. Amma bizim sistemin bir user kimi, deyək ki, istifadəçisi olduğunuz zaman burada artıq sizə bəlli bir aylıq 50-60 manatdan da bəs eləyir. Və ya tək başına bir açdığınız restorana aldığınız mebellər, təchizat, mətbəx avadanlıqları düşünün. Bir də mənim şəbəkəmdən aldığınıza görə qazandığınız 20-30% qazancı düşünün. Daha deyirsiniz sərfəlidir. Çox sərfəlidir. Yəni və ən azından bir tanınmış bir brenddən söhbət gedir. Yəni mən franşizaya girmək, tək başına girməkdən hardasa 3 dəfə, bəlkə yarısına qədər sizə bir qənaət sağlayır və biznesin qabağa aparılmasında da. Siz tək başına marketinq komandası qura bilməzsiniz. İnsan resursları departamentini qurmaq. Bunların hamısını hesablayanda və nəticədə bu biznes tək qurulmaqdan başlamır. İşin o belə dövrə vəsaitləri ilə hansı təchizatçıdan nə alasınız, o qiymətə doğrudan da siz tək başına alasınız. Gəlin sizə mən yerli кейsdən bir nümunə deyim. 2008-ci il Embavut 13 dənə mağazası var.
Və franchisingə qərar veriləndə biz də o komandada idik. Düşünün ki, 50 mağaza çıxartdıq qısa bir zamanda. Hal-hazırda 150-yə yaxın bir mağazadan söhbət gedir. 50-si özlərinə aiddir. 100 mağaza da franchisedir. Və bu bir mebel şirkətinə qazandırdığı nədir? Ən azından satın alma gücü yaratmış olur. Düşünün ki, bir mebel şirkəti 2 dənə mağazalı bir mebel istehsalçısı düşünün. Sexdə istehsal olunur. Bir də düşünün ki, 150 dənə mağazalı bir markadır. Yəni ən azından MDF-i xam malını aldığı zaman nə qədər satın alma gücü qazanmış olur. Ən sadə dili ilə. Yəni və biznesdə xərcləri azaldıb gəlirlərini də artırmış olursunuz, mənfəəti artırmış olursunuz. Siz bax daha çox vurğulayırsınız ki, bu üsulla biznes qurmaq daha sərfəlidir. Amma məsələn mənim bu yaxınlarda bir nümunə ilə rastlaşdım ki, çox məşhur restoranlardan biri və kənardan baxanda düşünürsən ki, orada qiymətlər də ortadan da biraz hətta yuxarı olduğu üçün yəqin ki, qazancları da daimi yaxşı olur, yaxşı qazanırlar və s. Amma o məhz nümayəndəlik olduğu üçün burada və hətta salfetinə qədər belə xaricdən gətirməlidir deyə orada məcburiyyətlər var və daha baha qiymətə təklif olunurdu. Ona görə o restoran nə qədər çox qazansa da heç vaxt xeyrə getməmişdi. Yəni xeyir qazana bilmirdi əslində və məhz bu səbəbdən də bağlamalı oldu ki, daha neçə ildir biz artıq zərərə işləyirik. Amma belə məqamlar da var axı. Məsələn, o məhsul real bazarımızda daha ucuz olsa belə sən məcbursan ki, onu xaricdən alasan. Təəssüf ki, bizim qarşılaşdığımız кейslərdən dəfələrcə olub belə bənzər hadisələr. Buradakı mən düzdür, franchising hamısı hər şey yaxşıdır, belə deyək, çəhrayı gözlə eynəkdən baxıb hər şey gül-gülüstandır deyə bilmirik. Çünki burada da müəyyən franşiza sahiblərinin nöqsanları var. Misal üçün yaşadığımız bir кейsdən deyim sizə, bir fast food markasıdır düşünün. Dediğiniz məsələlərdən indi həm 7% royalty alırdı. Yəni aylıq dövriyyədən əldə edilən bir gəlirdi. Düşün ki, McDonald's 4%-ni alır. O boyda McDonald's. Burada 7%-dən söhbət gedirdi və 2 dənə dediyiniz кейsdə də bizim də başımıza gəlib. O müştərimiz birini artıq bağlamaq üzrə idi. Çünki ancaq ona işləyirdi. Yəni özünün qazancı yox idi. Ancaq xərclər və bəzən də cibindən pul verirdi ki, başa-başa gətirə bilsin. Və bu anda biz müdaxilə edirik Azərbaycan Franchising Mərkəzi olaraq və bu sahədə biz qarşı tərəfdən də bir strateji sessiyalar keçirdirik, görüşlər keçirdirik ki, sizin franşiza fəlsəfənizdə bu olmamalıdır. Yəni siz əgər qısa zamanda pul qazanmaq istəyirsinizsə düz yoldasınız. Amma orta və uzun müddətli istəyirsinizsə brend burada tanınmışlığı, loyal müştərilərin sayını artırmaq, satışların davamlı və biznesin dayanıqlı olmasını istəyirsinizsə, siz o sahibkarı da, yəni himayədarlıq sahibkarlığı mən elə belə demədim. Çünki o sizin bir növ mentorunuz deyək və ya hansısa bir formada dəstəkçiniz olmalıdır. Amma mən onların maliyyə cədvəllərinə baxanda, hesabatlarına baxanda baxıram, yəni bunlar salfetkadan da dediyiniz kimi pul qazanırlar. Yəni reklam məlzəmələrdə, flyerlərdən də pul qazanmaq niyyətləri var. Dedim, sizin işiniz bundan pul qazanır, siz mətbə deyilsiniz. Yəni ən azı İstanbul kimi yerdə, mətbənin su qiymətinə olan yerdə siz onlardan da bir marja qoyursunuzsa, bu qarşı tərəfə haqsızlıq deməkdir və ümumi mənada da sizin öz brendinizin böyüməməsi deməkdir. Onlardan bu danışıqdan sonra bunu saldıq 4%-a və 2 dənə artıq böyük bir mollarımızdan birində də filialda açıldı və bu şəkildə biz müdafiə elədik. Hətta başqa bir кейsdə qarşı tərəf böyük bir premium kababçı idi. Adamlar şərt qoymuşdu ki, bu biznesi əl dəyişdirsəz belə bizə 50%-ni verməlisiniz. Yəni və orada müqavilədə də şərt qoymuşlar. Və bu yerli bizim sahibkarlar biraz buna ehtiyat edirdilər və hətta yəni razılaşmaya da gedirdilər hətta ki, yəni düşünürdülər ki, bu belədir. Yəni halbuki müdəm belə haşiyə açım ki, bu müqavilənin sərbəstliyi deyə bir prinsip var. Yəni sərbəstsiz, bütün şərtləri bəlli bir çərçivədə qoymaq, dəyişdirmə haqqınız var. Və bizimkilər düşünüb ki, yəni o da yenə də deyirəm, maarifləndirməyimiz az olduğuna görə düşünüblər ki, onlar nə diktə eləməlidir, biz onlara razılaşmalıyıq. Halbuki bir bazarlıq məsələsi var. Qarşı tərəf bu məsələdə
biz artıq üçlü görüşdüyümüz zaman mən onlara belə bir şey bildirdim. Dedim siz ən azından bu biznesi bağlamır və hansı bir kompensasiya ola bilər də durub dururkən öhdəliklər yerinə yetirmirəm, hansı bir kompensasiya vadar məcbur ola bilərsiniz, məruz qala bilərsiniz. Amma burada əl dəyişdirilir. Bəlli bir standartda həmən adamla dəyişdirilir. Və düşünün deyirəm ki, siz burada özdə milyon yatırımdan söhbət gedirdi. Milyonluq bir yatırımda bu deyək ki, bu sahibkarın hansısa bizneslarına görə bunu zərərinə satsa, siz deyirsiniz ki, satılsa 1 milyon qoyub, ən azından siz düşünürsünüz ki, bu 2 milyona satsa 500 min oradan siz də qazanırsınız. Halbuki əl dəyişdirilir. Yəni sizin biznes markanız yenə durur. Müştəri üçün onun üçün fərqi yoxdur kim işlədir. Siz McDonald's-u bilirsiniz kim işlədir. Bizim üçün McDonald's-un əsas ofisi bilirsən ki, markadır, brenddir. Amma kim işlətməsi çox da önəmli deyil. Yəni biznesə o qədər də bəlli bir qaydalarımız var, ona riayət eləyəcəksiniz, reqlamentlərə uyğun. Amma dedim yaxşı, bu şərti belə dəyişdirməli olduq. Biraz burada yəni belə deyək, standart bir hadisə deyil də. Bəzən başqa bir şeylər düşünmək lazımdır. Bəzən amansız şərtlər olur. Yəni amansız bu mənada. Yəni biz orada bunu şəkildə dedik ki, əgər düşünün ki, yəni inandırmaq baxımından dedim, yaxşı, kar olsa udursuz, yəni qazanırsınız. Yaxşı, bu ziyana satsa 250 min ziyan qarşılayacaqmı siz tərəfdən? O şəkildə o 17-ci maddəni çıxartdıq. Elnur bəy, siz qeyd etdiniz ki, Kobe ilə birgə bir layihəniz də olacaq. İstəyirəm o haqqda danışasınız. Bəli, çox sağ olsun. Kobe bizim bu təşəbbüsümüzü müsbət baxdı, qarşıladı. Sahibkarlığın dayanıqlı inkişafı və milli markalaşmada dünya təcrübəsini, yəni biz təzə bir velosiped kəşf eləmirik, dünya təcrübəsini öyrənərək Azərbaycan üçün özəl şərtlərdən tətbiq etməyə çalışırıq və Azərbaycanın hal-hazırda illərcə başladığı bir Made in Azərbaycan hərəkatı var. Amma yəni hədəflərə çatmışıqmı və çatmaq sürətimiz yaxşıdırmı? Deyil. Təəssüf ki, mən ictimai assosiasiyalarda da çox aktiv fəaliyyətim var deyə bunu əminliklə deyə bilirəm və sahibkarlar da yəni bu işlərdən çox da razı da deyillər açığı. Biz bu işdə Kobe ilə bərabər potensialı olan qlobal bazarda bizi təmsil edə bilən unikal məhsulları ilə olan sahibkarları franchising dəstək proqramına çərçivəsində dəvət edirik, onları incələyirik və bir ay içərisində onlara xüsusi belə deyək, franchising, ümumiyyətlə birinci franchisingdən də əvvəl Nərmin xanım, biz onlara biznesindəki diaqnostikasını aparırıq. Beynəlxalq ekspertlərimizlə bərabər. Hansı ki, o ekspertlərin biri elə 200-300 brendi dünyaya çıxardanlardır. Yəni onlarla biz məsləhətləşib hansı belə deyək, çatışmamazlıqlarını aradan qaldırmaq üçün birinci biznesin özü dayanıqlı, gəlirli olmalıdır ki, biz onu sonra sata bilək. Biz o gəlirli eləyəndən sonra bu da bərabər də onsuz da franchisingin özü. Yəni gəlirli biznes bərabərdir franchising özü. Yəni peşəkar franchising bu deməkdir. İkinci mərhələdə franchising book deyirik. Yəni franchisingin modelini tətbiq eləyəndən sonra təkmil şəkildə onu 2 ay ərzində, bunu 7-8 həftəlik bir müddətdir, onu tətbiq edirik və üçüncü mərhələdə bunu dünyanın az öncə dediyim 3 milyon 4 milyon arasında dünyanın franchising investorların girmiş olduğu, ziyarət elədiyi marketplace'lərdə, yəni franchising bazarlarında. Heç burada da böyük sərgilərə getməyə ehtiyac yoxdur. Yəni düzdür, konferanslar, sərgilər olur, orada getmək daha da yaxşı olardı, amma ilkin mərhələdə minimum bütçələrlə bu şəkildə nəticə fokuslanmışıq. Amma bu həm də eyni zamanda franchising dəstək proqramı həm qlobala, həm də yerli bazarlarda. Və düşünün ki, regionların inkişafında birbaşa maraqlı olan sahibkarlar var ki, hansısa bir hazır bizə çox müraciət edirlər, franchising axtarışındadılar ki, Gəncədə, Sumqayıtda, hansısa böyük şəhərlərdə və rayonlarda bunu açsınlar. Çünki biznes təcrübələr olmadığına görə buna maraqlı olanlar da var. Amma yəqin ki, burada da təhlil etmək lazımdır ki, hansı biznes, hansı bölgədə daha uğurlu ola bilər. Təbii ki, analitika yenə də franşiza tərəfindən, o brend tərəfindən o bazar araşdırılır. Biz indilərdə, misal üçün, o
trendi də təxminən tuturuq. Onu onsuz da məsəl üçün məktəblər çoxdursa, tədris kursları yoxdursa, demək tədrisə ehtiyac var. İndi Bu dəbdə olan açıq- sahə kofe shoplardır. Sizcə bölgələrdə açmaq nə qədər uğurlu olar? Artıq mən sizə belə deyim, bizim mentalitetdə düzdür, təzə bir istehlakçı davranışı kimi girib artıq. Yəni əvvəllər restoranlar deyək ki, böyük yatırımlarla, böyük ağır restoranlar, ağır belə deyək də ət yeməkləri və sair ailəvi gedə biləcək yerlərimizdən danışırıq. Yəni əksəriyyəti bizdə çay evləridir ki, yəni ailəvi gedə biləcəyimiz yerlər təəssüf ki, yoxdur. Hətta mən bunu çox təəssüflə bildirirəm ki, yəni Cəlilabad şəhərin icra hakimiyyəti də bundan eşidib istərdim ki, bir tədbir görsünlər ki, yəni biz ora təlimə gedəndə korporativ təlimlərimiz olurdu. Mən Masallıda otel tapıb qalırdım. Yeməyi də yeyirdik şəhər girişində Olimpiya kompleksinin yanında bir restoran. Yəni şəhərin mərkəzində, ortasında gözəl infrastruktur var. Halbuki gözəl hər şey qurulublar, amma işlədən yoxdur. Məsələn, həmin yerə geçən bir franşizanın verilməsi belə çox belə deyək də isabətli bir qərar olardı. Məqsədyönlü bir qərar olardı ki, yəni turizm deyiriksə, hətta yəni xarici qonaqlardan da başqa dövlət qurumlarının nümayəndələri belə gedəndə Masallıda qalmağa məcbur olmamalıdır. Amma sualıma cavab almadım. Bölgələrdə kofe shop açmaq yaxşı olar. Ona gəlincə, kofe shoplar da nədir? Yəni ailəvi gedə biləcəyimiz yerlərdir deyə. Yəni boşluq olan yerdə niyə də olmasın? Yəni Sumqayıtda 1-2 dənə var. Yəni o Sumqayıt əhalisi üçün o çox azdır. Və siz ən azından burada bir biznes təfəkkürü ilə baxsaq, yəni nəyisə açmaq istəyirsinizsə, hətta bəlkə də franşiza o qədər tərifləyər sizi. Yəni biz beləyik. Yəni sırf məsəl üçün hansısa bir françizi olan yerə gedib o rəqəmləri yoxlada bilərsiniz. Yəni doğrudan da təxmini baxırsınız, 1 saat müşahidə eləyin pik saatlarda. Baxın görün doğrudan da dediyi kimi varmı? Yəni neçə müştəri gəldi? Ortalama çek nə qədərdir? Yəni sadə bir heç böyük bir zəhmət çəkmədən onu araşdırmaq mümkündür. Və ya gedib françiziləri ilə də hətta səmimi söhbət eləyə bilərsiniz ki, necədir işlər? Mən də almaq istəyirəm bu başqa bir rayonda. Yəni rəqabət deyilsiniz. O sizə hər şeyi açıq da deyə bilər. Bu insanlara, yerli əhaliyə hər hansı başqa bir vərdişi sırmaq kimi olmayacaq ki? Yoxsa elə bütün yeniliklər belə başlayır? Yəni ümumiyyətlə baxın, sahibkarlığın ümumiyyətlə inkişafı nə deməkdir? Yəni sağlam inkişafı rəqabəti də gətirəcək. Rəqabət nə deməkdir? İnsanlar artıq məsələn Pepsi yaranandan sonra Cola yaranandan sonra niyə Pepsi də gəldi? Yəni izləyicilərin, birincilərin yanında ikincilər də mütləq çıxır. Və istər-istəməz bazarlarda bu müştəri belə deyək də tələbatı varsa, yəni bu biznes doğrudan da qurmağa ehtiyac varsa, o yaranacaq orada. Yəni burada sırmaq tam deməzdim. Burada yəni tələbat varsa, düzgün analitika aparılıbsa və dövlət cəhətdən də açığı dövlət təşviq etməlidir bunları ki, yəni regionlardan Bakıya böyük bir köç var. Yəni orada təşviq olunanda xüsusən dövlət də nə istəyir? Yəni mən təşviq eləyim, pul ayırım, faizləri azaldım, amma sabah biznes aç, o bir gün bağlı olmamalıdır. Yəni dayanıqlı bizneslər, iş yerləri açılmalıdır. İnnovasiyanı gətirmiş olur. İstər-istəməz sahibkar kriz vaxtında təzə bir şeylərə vadar olur. O konfor zonasından çıxmaq lazımdır ki, beyin biraz yenilikçilər axtarsın, araşdırsın dünyada nə var, bənzər işdə. Yəni sahibkarları da bir növ level atlatmaq deyərdim. Yəni səviyyəni atlatmış olur. Daha kompetensiyalı olurlar. Elnur bəy, siz qeyd etdiniz ki, biz Azərbaycan Franchising Mərkəzi Kobe ilə birlikdə markaları, yerli brendləri qlobala çıxartmaq istəyirik. Və belə nəzər salsaq, bizdə qlobal marka anlayışı çox da yoxdur, azdır bəlkə də. Sizcə niyə biz qlobal marka yarada bilmirik? Sizin fikrinizcə? Yəni bayaqları dediyim kimi, yəni biznes bir komanda işidir. Yəni bu komanda sahibkardan, yəni Steve Jobs'un gözəl bir sözü yəqin ki tam yerinə düşər. Yəni müştəri məmnunluğu işçi komanda məmnunluğundan keçər. Yəni bizim öncə komanda məmnunluğu da bilirsiz, mən də bir Steve Jobs'un sözünə əlavə olaraq bir işçini alarkən udmaq lazımdır. Yəni o da hardan başlayır? Düzgün vakansiyalardan. Yəni biz və lazımdırsa, indi biraz belə də deyə bilərəm, yəni işçiyə daha çox pul verməyə
Yəni bir var ki, deyək ki, siz 15 manatlıq gündəlik ofisianta verirsinizsə və ondan gözləndiyiniz də 100 manatlıq bir işdirsə, demək siz baxın rəqabətdə sizdən yaxşısı kimdir bu bazarda? Gedin onun ofisiantını alın, 25 manat verin. Və ondan da 250 manatınızı gözləyin. Və keyfiyyəti ondan gözləyin. Yəni biz yəni sahibkar zehniyyətində burdan qənaət eləyəm, oradan qənaət eləyəndə ümumi gəlirindən də qənaət etmiş oluruq. Maraqlı yanaşmadır. Yəni düşünürsüz ki, əsas böyük marka yarada bilməməyimizin səbəbi məmnun, xoşbəxt olmayan işçilərə görədir. Yəni komanda düzdür. Burada əksər formada onu düşünərdim, amma sıfırdan yaranıb, doğrudan da düzgün sistemlə, düzgün ədalətli bir yanaşma ilə unikal bir məhsul eləyiriksə müəyyən bazarda, burada da qabağa getməyə çox rahatdır. Yəni elə də uğurlu кейslər də var. Franchising məsələləri üzrə mütəxəssis Elnur İslamovun fikirlərini eşidirsiniz. Onunla birlikdə məhz bu istiqamətdə necə biznes qurmaq olar, bunu danışırıq və hələ ki vaxt da var. Düzdür, az qalıb amma var və sizin də suallarınız yaransa mövzu ilə bağlı bizimlə əlaqə saxlaya bilərsiniz. Telefon nömrəmiz 012 404 11 22-dir. WhatsApp nömrəmiz 070 412 90 94. Əsas pul deyil, əsas onun miqdarıdır. Daha çoxu üçün bizi dinləyin. Həmid yazır ki, Türkiyədən nümayəndəlik almaq üçün nə qədər pul lazımdır? Çox geniş sual oldu. Geniş də belə cavab verərəm ki, yəni hansı brenddirsə, biz hal-hazırda onların franchising sahəsindəki marketplace-ləri ilə sıx əlaqədəyik. Yəni sadə bir dillə desə ki, bu yatırıma görə, təhsildədirsə müəyyən sizdən təhsil mebelləri ilə bağlı deyək ki, 10 min, 20 min bir investisiya tələb eləyəcək inventarların alınması üçün. Müəyyən giriş üçün 5 min, 10 min deyə bilər. Yəni məhsul, mal franşizasıdırsa deyəcək ki, mənə giriş pulu vermə, sadəcə mənim mallarımı bu səviyyədə birinci almalısan. Gəlin siz McDonald's nümunəsində sizə deyim. Yəni bunun ən idealı budur. Yəni hamı da özünə görə təxmini çıxarda bilər o dinləyicimiz. McDonald's-a giriş üçün 40 min dollar sadəcə entrance fee var, yəni giriş pulu. Ondan sonra sizə 1 milyondan 2 milyon yarım arası bir müqavilə bağlanır. Açar təslim sizə restoranı qurulur. O sizin adınıza olan bir restoran olur. Ondan sonra müqavilə bağlanır. Burgerləri buradan almalısan, kahısını buradan almalısan, çörəyini buradan almalısan və s. O təchizat zəncirinə sizi əlavə eləyir ki, haşiyə açım, McDonald's oradan da pul qazanır. Baxın, maraqlı tərəfi. Və aylıq dövrəvizdən də 4% də ona verilir. Bu ən bahalı brend hesab olunur. Bəli. Amma Türkiyə ilə bağlı bilirsinə maraqlıdır. Ən bahalı sektor hansını saya bilərik? Məsələn, tekstildirsə təxminən nə qədər buna daha çox pul lazımdır. Qidadırsa belə istisnai tekstil və s. ağır sənaye istehsalı nisbət olaraq çox azdır. Kimya sənayesindən franşiza verənlər var, kimyəvi məhsulların hazır. Amma ən əksəriyyəti hal-hazırda restorandır. Məsələn, Remax şirkəti var, Fransanın məşhur əmlak şirkətidir. Məsələn, əmlakçılıqda da Türkiyə bazarında onlar məşhurdurlar. Yəni müxtəlif sektorlarda var. Çox maraqlıdır ki, biz franchising top 20-yə baxdığımız zaman dünya statistikasında əsas məsələn Amerika brendləri 90% Amerika brendləri hamısı fast fooddadır. Və biz o mənzərəyə baxanda bir cəmiyyətin obezite xəstəliyi ilə əziyyət çəkdiyini də görmək olur. Amma Yaponiyaya baxdığımız zaman 20-ci yerdə Yapondur, uşaq inkişaf mərkəzidir. Yəni Yaponların ağıllı olma səbəbi də elə franchising mənzərəsindən də, statistikasından da görmək olur. bəs sizcə biz öz markamızı çıxartsaq hansı istiqamət daha çox olar? Bizdə unikal məhsullar var ki, məsəl üçün zəfəran deyək ki, bizə məxsus bir belə deyək də keyfiyyətinə görə İrandan daha keyfiyyətli sayılan bazarı olan bir məhsulumuzdur. Yəni kənd təsərrüfatı. Yəni kənd təsərrüfatı və emal müəssisələri. Məsələn, mürəbbə hal-hazırda Azərbaycanda bunun mürəbbəsini eləyən, zəfəranla məşğul olan və brend butiyi olanlar da var. Və məsəl üçün bizə unikal narımızla məsəl üçün var bir brendimiz, o da açıb. Əncir. Əncirin indi hansı formasını deyə bilmərik. Əncir Türkiyədə də məşhurdur. İndi bu dəqiqə fındıqla bağlı bizim dostlarımız var, açıblar. İndi onları da biz üstündə çalışırıq. Dünyaya çıxartacaq, yəni dünyaya marka ola biləcək məsələlərdir.
Təhsillə bağlı hal-hazırda danışıqlarımız gedir, xüsusi liseylərdən və sairədən. Ondan sonra konsalting təhsillə- şirkəti bu arada var hal-hazırda Özbəkistanda açmaq istəyir və bizə müraciət edib bununla bağlı. Yəni aparıcı şirkətlərdən bağlı çox maraqlı. Yəni ki, bizim öz yanaşmamız orada təqdim olunacaq. Yəni necə? Yanaşma təhsil metodologiyadır. Yəni özəl metodistlərin hazırladığı hansısa bir proqram ola bilər, bir marka ola bilər. Yəni bu məsəl üçün indi deyək ki, adını çəkmək istəmirəm. Yəni müəyyən markalar var ki, onlar Azərbaycanda özünə məxsus bir təhsil sistemləri var. Yəni var yəni. Bəli, Çünki biz bəli. özümüz zaten başqa ölkələrdə müqayisə aparaq ki, Finlandiya nə edir, Yaponiya nə edir. Yəni özümüz zaten başqa ölkələrə nümunə götürdüyümüz üçün düşündüm ki, bizdə də öz yanaşmamız var. Yəni təhsildə belə deyək də biz onlara hətta onlarla məsləhət xidməti çərçivəsində hansı unikal cəhətlərini əlavə eləyə biləcəyimizi də bildiririk. Yəni onları unikal eləmək lazımdır ki, yəni orada işin təhsil keyfiyyətindən ola bilər royaltinin aşağı olma səbəbindən, yəni biz özümüzü qoyuruq franchise investorun yerinə ki, bizi niyə alsınlar? Bizi niyə alsınlar? Unikallığımıza görə, hansı unikallıqlar verdiyimizə görə almalıdırlar. Onu da təbii ki, düşünmək lazımdır. Bu belə ayaqüstə olan bir məsələ deyil. Çünki hər şeyin əvvəli, necə ki biz səhhətimizi müayinə eləməkdən başlayır, yəni müalicəsi. Yəni şirkətlər də bir canlı orqanizma kimi düşünün. Yəni o zincir harda zəifdirsə, o qədər güclüdür o. Həmin biznes ümumi olaraq baxdığımız zaman. Ona görə biz onu analiz eləməliyik. Necə ki reaktivlər olur. Bizdə də deyək ki SWOT analiz kimi və ya hansı bir alətlərdən istifadə edirik ki və bazarla əlaqələndirib bazarı analiz edirik, şirkəti analiz edirik və hal-hazırda da hətta düşünün ki dental sahəsində, stomatologiya sahəsində xaricdə implant İsveçrədə və implant düzəldib Türkiyədə də implant düzəldən istehsal partnyorluğu olan və Azərbaycanda dental xidməti görənlər var. Hal-hazırda belə unikallıqları axtarırıq. Çünki xam malın ucuz almaq məsələsi var, rəqabət davamlı var. Hətta var bizim bir dostlarımız keçi sütündən sabun düzəldirlər. Mən onlara təklif elədim ki, bunun biraz məhsullarını da artırın, buna şam da qoyun. Ən azından unikallığınız da olsun və sizə məxsus bir formada butik şəklində də bunu bazarlaya bilərik. Bu məncə bizi təəccübləndirir. Yəni xaricdə axı yəqin ki belə üsul hazırlanmır. Orqanik olaraq hamında maraq yaranır. Orqanik dəbdə də əslində doğrudur. Hal-hazırda yerli bazarda da mən onlara təklif elədim ki, xonçalara xına düzəldən, təşkil edənlərdən, bunlardan belə. Yəni sadə bir primitiv də görsənsə, amma bir bazarını tutmaq baxımından franchising olaraq biz onlara dəstək oluruq. Elnur bəy, bu sahədə ölkəmizdə franchisinglə bağlı daha da geniş işlər görə bilmək üçün sizcə nələr etmək lazım, nələri dəyişmək lazım və sizin planlarınız nədir? Təşəkkür edirəm. Biz hal-hazırda, yəni franchisingin müxtəlif dövlət idarəetmələri nədən ibarətdir? Nazirliklərdən. Biz hal-hazırda əsasən İqtisadiyyat Nazirliyi ilə niyə işləyirik? Çünki bu bir iqtisadi dayanıqlılıq baxımından markalaşma, sahibkarlığın inkişafı, sağlam rəqabət, o kontekstdən gedirik. Klaster şəklində də bunu aparmaq istəyirik. Əmək Nazirliyi ilə dövlət məşğulluqdan yeni iş yerlərinin açılması, özünə məşğulluq proqramının aktivləşdirilməsi və onlarla bağlı bir proqramımız var. Ən əsası, ən belə deyək, sahibkarlarımızın ağrıyan tərəfi kadr məsələsidir. Onu da biz Təhsil Nazirliyi ilə universitet, peşə məktəbləri, sənaye işbirliyi, əməkdaşlığı çərçivəsində peşə kadrların yetişdirilməsi. Çünki bu mənim bir franşizam var. Sabah məndən 3 nəfər franşiz istəyəndə mən o kadrları verməliyəm. Yəni mənim akademiyam olmalıdır. Biz Azərbaycan Franchising Mərkəzi olaraq o akademiyanı da dövlətimizin əlaqədar qurumları ilə bunu üzərində çalışırıq. Hal-hazırda müəyyən danışıqlarımız gedir. Yəni təəssüf ki, Azərbaycanda insanlar
ixtisası üzrə işləmədiyi də hamımıza bəlli. Yəni təhsilimiz təəssüf ki, əmək bazarına uyğun bir kadrlar yetişdirilmir. Yəni düzgün az faizi hansısa formada əlavə kurslarla olur. Halbuki 4 illik bir təhsil alırsansa, dərhal onun bir hansısa mexanizmidən əmək bazarına uyğun olmalıdır. Bu yaxında bilmirəm, bəlkə bilirsiniz, Dövlət Məşğulluq Agentliyi bir portal yayınlanıb, hansı statistikalar var, hansı peşələrə, hansı ballarla iş tapma necə çətinlik olur, olmur. Çox gözəl, yəni datalardan başlanılmalıdır ki, qərarlarımız sağlam əsaslı olsun və düzgün hədəflərimizə düzgün çata bilək. Təşəkkür edirəm gəldiyinizə görə. Sizə işlərinizdə uğur arzu edirəm və sonda bir daha xatırlatmaq istəyirəm ki, biz bugün franchising məsələləri üzrə mütəxəssis Elnur İslamovla həmsöhbət olduq. Onunla birlikdə franchisinglə necə biznes qurmaq olar bunu müzakirə edirdik.